Uzun bir aradan sonra herkese selamlar. Beni yeni izleyenler için ben Çin Sesi. Tənqidçi hesabıyam. Bugün Baby Monster grubundan Ahyun'u tənqid edəcəyik. Grup hakkında, eləcə də Ahyun hakkında o qədər də məlumatım yoxdur. Sadəcə TikTok'da, YouTube'da, sosial şəbəkələrdə bir çox mahnılarını eşitmişəm. Və 2024'dən bəri keşfətimi salmayan bir videolar var. Demək olar ki, hamısı Ahyun haqqındadır. Ahyun əvvəllər yaxşı rəqs edirmiş. Sonradan isə linç ediləndən sonra, həmin yaxşı rəqsini linç ediləndən sonra zəif rəqs etməyə başlayıb və yenə də bununla linç edilib. Gəlin o fonların dırnaq arasında yaxşı rəqs elədiyi görüntüləri sizə göstərim. Yeah, get back with the D-man. Clap, clap, bring that ASAP. If they all up in the feelings, that's too bad. I been left it to the bank in my Maybach. Left and kiss that big rock. Tunnel vision 2020 top notch. Spend a million of it, I'm so hot. Put some ice in my... Oğlum bu ne lan lan? Fanların dediği Ahyun linç edilmədən əvvəl o mükəmməl rəqsləri. Əgər mən bunları gecə görsəydim, qorxudan orada qalıb sudurğa keçirərdim də əməlli başlı. Yəni bu rəqs deyil. Bu kız elə rəqs edir ki, elə bil ki, ona orada tok vurublar. O da orada çırpınır. Yəni elə bir şeydir. Sudan çıxmış balıq kimi çırpınır orada. Bu rəqs deyil. Sonra linçlənir. Bu rəqsi barədə linçlənir. Və daha yavaş qrupun senkronizasyonunu pozaraq dans. Halda da grubun senkronizasyonu pozur. İndi sizə linçlənəndən sonra etdiyi o rəqsi göstərəcəm sizə. Gəlsin. 7 8 cha 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 cha. Əvvəl dediyim kimi bu qız hər iki halda da grubun senkronizasyonu pozur. Linç aldığı üçün belə bir hərəkət etməsi, qrupun senkronizasyonu daha da pis hala gətirməsi məncə çox gülünc vəziyyətdədir və bu qız kim idol eləyib ora qoyub bilmirəm. Ağlı başında olan bir idol ilk linçdən özünü düzəltmək üçün çalışmalıdır. Əvvəlki rəqsinə baxmalıdır, sonraki rəqsinə baxmalıdır. Məndən bu qədər. Sağ olun, salamat qalın və bu qız kimi olmamağa çalışın çünki bu qızı örnek alanlar var.